Sizin uşaqlığınızı xatırladacaq köhnə illərin ballur tort reseptini bölüşürəm. Bir çox reseptlər sınamışam, amma məhz bu reseptlə həqiqətən də o köhnə illərin həm qoxusu, həm dadı gələcək, həmin o ballı tortdur. Açıqlama hissəsində daha geniş şəkildə resepti sizin üçün yazacağam, amma belə ümumi mən sizin üçün göstərim. Biz əvvəlcə yağı qaynadırıq, daha doğrusu əridirik, daha sonra üzərinə əlavə edirik pis sokun, qapatma tozun, sirkəni, çayını soda və sonra yumurtanı qarışdırıb vurub, daha sonra isə un əlavə edirik. Gördüyünüz kimi axışqanlı, yəni ələ yapışmayacaq, amma bir o qədər də yumuşaq bir xəmir alınır. Beləcə çoxlu unla yayırıq. Çoxlu unla yaymaq unlu və yaxud da ki nəsə yandırmayacaq. Mən birinci tavanın belə arxasını elədim, sonra yağlı kağız sərb üzərində elədim, daha rahat çıxır və tavanın formasını kəsdim ki, istədiyim ölçünü əldə edeyim. Mən kremin də əldə hazırladım, özüm hazırlamışam. Kremin də resepti sizin üçün ayrıca yazacağam. Mən elə gəlir ki, öz reseptinə əlavə kremli daha dadlı olmalıdır ki, o istədiyimiz köhnə illəri xatırladacaq dadı alaq. Kremi də bişirib qoyuram çöldə soyur. Ondan sonra yağı qarışdırıram və ballı tortun olmazsa olmazı qatlaşdırılmış malakodur. O ilə də əlavə krem hazırlayıram və bu hazırladığım üzərinə özümün bişirdiyim kremi də əlavə eləyirəm. Tam gözəl, istədiyim formada göstərəcəm indi sizə krem halına gəlir. Hazırladığım həmin o korjiklər ümumi sayı səhv eləmirəmsə 11 ədəddir. Mən bu tortun arasına çoxlu qoz da əlavə eləmişəm. Çünki papamın ad gününə hazırlayırdım və o da qozlu tortları çox sevir. İstəsəniz siz də əlavə eləyə bilərsiniz. Amma biraz qoz əlavə eləyəndə ara məsafəsi çox qala bilər. Ballı tortun elə ən yaxşı versiyası öz içliyindən əzib, üzərinə belə səpməkdir. Mən bu cür hazırladım. Hazırlayıcı olacaq hər kəsə nuş olsun. Həqiqətən də çox möhtəşəm dadı var. Mütləq hazırlayıb mənimlə fikirlərinizi bölüşün.